Almatıya uçuruq. Narahat olmayın, hər şey yaxşı olacaq. Я помню даже, как я встречался с Гейдаром Ли в 1975 году. В Азербайджане хорошо помнят вашу деятельность во время оккупации Азербайджана советскими войсками в январе 90-го года. Ильхам Алиев продолжает этот опыт. 1926-cı ildə Bakıda keçirilmiş 1-ci Türkoloji qurultayda xatırladıq. Dağları alçaltmadan çölü, səhranı öyməyi, ucaltmağı. 1930-cu illərdə Qazaxıstan SSR ərazisində çoxlu sayda islah əmək düşərgələri təşkil edildi. Bu dünya bir pəncərə, hər gələn baxar gedər. 21-ci əsr Rafiq Həşimovla tezliklə